Ermənistan Azərbaycan torpaqlarını 30 il ərzində təkcə işğal altında saxlamadı, həm də hər daşına, hər qayasına qarşı vandalizm törətdi. Torpaqlarımızın azad edilməsindən sonra bu vandalizm bütün çılpaqlığı ilə ortaya çıxdı. Şəhərlər, yaşayış məntəqələri yer üzündən silinib, maddi, mədəni və dini irsimiz məhv edilib. Azərbaycanlılara məxsus məzarlıqlar sistemli şəkildə ağır tikinti texnikası ilə dağıdılıb, qəbir daşları zədələnib, insan qalıqlarının ekshumasiyası izləri aşkar edilib. Hətta Azərbaycanlılara məxsus qəbirdə cəsədlərin qızıl dişləri çıxarılıb. Siyasi şərhçi Asif Nərimanlı bildirir ki, işğal dövründə ərazilərin geniş miqyaslı şəkildə minalanması yüzlərlə dini məkana girişi mümkünsüz vəziyyətə gətirib. Füzuli rayonunda 19-cu əsrə aid Hacı Ələkbər məscidi dağıdılıb və təhqir edilib. Ağdamdakı Cümə məscidinin mehrabı güllələnib. Həmçinin bu rayondakı bütün qəbristanlıqlar təhqir və talan edilib, dağıdılıb. Dağıdılan dini abidələr arasında İmarət Qəndvənd qəbristanlığında 18-ci əsrə aid müqəddəs məzarlar və şəhərdəki şəhidlər xiyabanı da var. Məscidlər tövləyə çevrilib, donuz və ya inək saxlamaq üçün istifadə olunub. İşğal dövründə Qarabağ və ətrafdakı 7 rayonun ərazisində Azərbaycanın 400-dən artıq tarixi dini abidəsi məhv edilib. Onlardan 67-si məscid, 144-ü məbəd, 192-si ziyarətgahdır. Ermənistanın dağıtdığı qəbristanlıqların sayı 900-dən çoxdur. Yuxarı və aşağı Gövhərağa, Saatlı, Cümə, Ağoğlan, Gəncəsər məscidləri, Xudavəng monastırı erməniləşdirilib, tarixini məhv ediblər. Bu faktlar Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin 2021-ci ildə dünyada dini dözümlülüyün durumu haqqında dərc etdiyi hesabatında da öz əksini tapır. Hesabatda qeyd olunurdu ki, işğal dövründə Azərbaycanın yüzlərlə məscidi, ziyarətgahı, qəbristanlığı talan edilib, dağıdılıb və təhqir olunub. Azərbaycanın maddi-mənəvi irsinə qarşı erməni vandalizmi təkcə işğal altındakı ərazilərdə yox, Ermənistan dövlətinin yerləşdiyi ərazilərdə də həyata keçirilib. İrəvanda yüzlərlə məscid və digər dini abidə mövcud olub, lakin onlardan bugünə yalnız Göy məscid qalıb. Həmin məscid də İran tərəfindən farslaşdırılıb. Abbas Mirzə məscidi, Əxi Təvəkkül Zaviyəsi, Ərgəz, Dəmirbulaq, Xudabəndə, Hacı Səfərbəy, Novruzəli bəy, Rəcəb Paşa, Sərdar, Şah Abbas, Şükürbəyli, Təpəbaşı, Zalhan məscidləri, Aşıq Ələsgərin qəbrüstü abidəsi, İrəvan qalası, Pir Hüseynin türbəsi və yüzlərlə digər dini mədəni abidələr darmadağın edilib. Azərbaycanın tarixi irsindən əsər əlamət qalmayıb, ya dağıdılıb, ya da erməniləşdirilib. Erməni abidələri kimi təqdim olunan məbədlər isə Alman tarixinin nümunələridir. Misal üçün Ağoğlan, Amaraz, Xatıravanq, Qandsasar, Xudavəng monastırları erməniləşdirilib. Ermənistan tərəfindən Azərbaycana qarşı vandalizm tarix boyu davam edib. Əsas məqsəd Azərbaycan xalqının tarixi izlərini silmək, ərazi iddialarını əsaslandırmaq üçün uydurma tarix düzəltmək olub. Bu siyasət işğal dövründə Qarabağda və ətraf bölgələrdə 30 ilə yaxın davam etdirildi. Azərbaycan torpaqlarını azad etdikdən sonra vandalizmə son qoyuldu. Bugün Ermənistanın yerləşdiyi tarixi Azərbaycan torpaqlarında tarixi irsimizə qarşı vandalizm hələ də davam edir. Ermənilərin paytaxt kimi istifadə etdiyi İrəvan şəhərini məhv edilən mədəniyyətin nümunəsi adlandırmaq olar. Çünki şəhərdə Azərbaycan xalqının izlərinin silinməsi məqsədi ilə böyük saxtakarlıqlar həyata keçirilib. Ermənistanın Azərbaycan tarixinə, maddi-mənəvi irsinə qarşı törətdiyi və bu gün də davam edən vandalizmi təkcə fiziki dağıntı deyil, həm də mənəvi təhqirdir. Dünya bu fakt qarşısında susmamalıdır. Dəyərli izləyicilər, ölkə və dünya gündəmi ilə bağlı xəbərlər təqdim etməyə davam edəcəyik. Öz fikirlərinizi şərh bölümündə qeyd etməyi unutmayın. Sağlıqla qalın.